Salam, dəyərli abituriyentlər. Mən sizin coğrafiya müəlliminiz Röyalı müəllim. Sizinlə qarışıq tipli suallardan da bir növbəti sual olan, deməli, biz baxırıq ki, divergent zonadır, təbii ki, ayrılma zonadır. Təbii ki, oxlardan biz onu görürük. Atlantik okeandır, Cənubi Amerika tavası və Afrika tavasında məhz ayrılmadır. Söhbət Atlantik okeanı daxilində olan divergent sərhəddən gedir. Nə deyir? Doğru fikirlər tapmalıyıq, dəyərli yoldaşlar. Gəlin baxaq, həmən bu zonaya aid olan doğru fikirləri tapaq. Deməli, bu proses nəticəsində Sakit okean sahəsi genişlənmişdir. Ümumiyyətcə, bu prosesin Sakit okean hal-hazırda heç bir dəxli yoxdur və əgər ümumi Sakit okeandan varsa, ilk okeanlar olan Sakit və Şimal Buzlu okean sahəsi yığılır, belə deyək, kisilir. Ona görə də genişləmə fikri səhvdir. Bu proses nəticəsində vulkani mənşəli adalar əmələ gəlmişdir, bəli. Ümumiyyətcə, divergent zonada Atlantik okeanını ümumi danışaraqsa, şimaldan cənuba doğru. Təbii ki, Cənubi Amerika, Afrika ayrılması olsa da, ümumi müqəddəsi ilə Vozneseniya, Tristan da Cunha, Azordu və s. şimalda təbii ki, Azor götürə bilərik. Bu proses dərin okean novlarının yaranmasına səbəb olmuşdur. Dərin okean novları divergentdə deyil, subduksiyanın toqquşmasındadır. Yəni, subduksiya biri okean, biri materik tipli litosfer havalarındadır. Bu proses nəticəsində rift dərələri, bəli, yəni ayrılmış bu hissələr, rift dərələri, Kuba adası bu proses nəticəsində yaranıb. Kuba adası ümumiyyətcə, deməli, nə divergent, nə də konvergentdir. Bu, materik, yəni belə deyək, mənşəli adadır. Bu səhv. Bu proses baş vermə səbəbi mantiyada yüksək temperatur və təzyiqin mövcud olması və mantiyanın, deməli, astenosferin sürüşməsi nəticəsində yaranan bir prosesdir. Götürə bilərik. Doğru fikir deyirdi, səhv etmirəmsə. Doğru fikir, bəli. 2, 4, 6, yəni dəyərli yoldaşlar, A variantını götürə bilərik.